Herkese selam dostlar. Yepyeni Dirimlik Soccer 2025 videosuyla sizlerin karşısındayım. Karşıma Rafinha çıxıb. Rafinha'nı transfer eləyirəm. Bildiyiniz kimi Rafinha bu yıl çok mükemmel oynuyor. Həmçinin Barcelona komandası həqiqətən çox gözəl irəliləyirlər. Real Madrid azarkeşi olarak Barcelona'nın həm La Liga hem de ki Çempionlar Ligası olmasını canı gönüldən istəyirəm. Yəni o dərəcə bu komanda elə bir ki əvvəlki El Clasico adında bir komanda oldular. Yenə deyirəm, Real Madrid azarkeşiyəm. Barcelona komandasının bu yıl çempion olmasını canı gönüldən istəyirəm. Ümid edirəm ki Barcelona bu yıl partladacaq. İnşallah, amin. İndi Rafinha'mızı transfer elədik. Bundan sonraki mesela qarşıdakı dəqiqələrdə oyuna əlavə eləyəcəm. Amma ki o qədər birinci hissədə güclü komanda ilə oynayıyorum. Çünki güclü komanda oynamaq daha yaxşıdır. Çünki rəqib sarı kadrodur. Amma oyuncuları qara kartı yaxındır deyə ona görə də dərəcəsi çox olan oyuncularla oynamaq daha yaxşıdır. Gikoveşin də dərəcəsi uşaqlar artacaq. Çünkü çok mükemmel oynuyor. Phil Foden gördünüz de yani yavaş getdikcə dərəcəsi düşüb. 84'ten 83'e düşüb. Ona görə də Phil Foden'i artıq komandamıza əlavə etməyəcəm. Phil Foden əvəzində lığı olaraq necə deyərlər, başqa oyuncunu transfer eləyəcəm. Amma ki burada getdik. Yani birinci gol vursaydım çok əla olardı. Rəqib komandaya birinci təhlükəli hücumumuzu elədik, ancaq alınmadı. Grimaldo sol tərəfdən gəlir. Rafael Leao rəqibin hücumunu izləyirik. Bu da Gikoreş. WhatsApp mesaj. Üzvü sayın uşaqlar. Yaddan çıxıb səsli qoymamışam. Kylian Mbappe alınmadı. Adebayo. Gikoveş offside'da değildi, düzdür. Robertson arkaya gönderdi. Bruno Fernandes, Mbappe, Erling Haaland. Bir dənə çox qəşəng keçdi. Həqiqətən Erling Haaland vur qapıya və gol. Erling Haalandla mükemmel golumuzu vurduq. Əla oldu. Həqiqətən cidden özüdür. Yəni bu komanda mükemmeldi. Yeniden rəqibin hücumunu izləyirik. Frank de Jong daha doğrusu. Rəqib Phil Foden idi. O zərbəni endirən çox qəşəng. Yəni əks hücumdan gol vuracaqlar, ancaq qaytardıq. Kolibali uşaqlar, çox əla videolarımız yollardadır. Həqiqətən bacardığım qədər Dirimlik Soccer 2025 Azərbaycan tarixində, Azərbaycan ölkəsində mükəmməl videolar çəkib sizlərin qarşısına qoyacağım və burada da boş qapıya mükəmməl bir golumuzu vurduq. Əla. Birinci oyunumuz bitti. İkinci oyunumuzda görək kimlər var. Konde'di, Rudiger'i transfer eləyərəm. Amma məndə ortada Saliba ilə Van Dijk var. Ola bilər Rudiger'i də transfer eləyə bilərəm. Çünki Rudiger mənə çox əla gəlir həqiqətən. İnşallah ümid edirəm ki, uda bilərəm. Bursa Sporla oynuruq gənclər. Bursa Spor Türkiyənin 2-ci liqa komandası, səhv eləmirəmsə. Bursa Spor pis komanda deyil. Kylian Mbappe qabaqda gedirdi. Erling Haaland, rəqibin hücumu, deyəsən elə birinci gol gəlmədi. Bəli, şükür gəlmədi. Alisson Becker qabağa göndərdik. De Bruyne, Erling Haaland. Erling Haalanddan topu aldıq. Rəqib qapçısı çox heyif, bizdən qabaqcadacaq. Alisson Becker. Yəni rəqibin qapçısı çox belə şey oynuyor və mən qarşı zəif eləməyəcəkdim. Mən səhvi bağışlamaram. Yəni etkinlikdir, zəif komanda ilə oynayıram. Qalib gəlməyə çalışıram. Ona görə də mən də şeylər bağışlamıram. Ümid edirəm ki, rəqib geri dönüş eləməz. Yəni mən belə göylə gələndə rəqiblər 2-3 dənəsini mənə qəşəng vurur. Ona görə dedim. Mbappe ilə ikinci golumuzu vura bilərik. Mbappe dirəklədi. Erling Haaland. Rəqibin Erling Haaland'ı həqiqətən çox boş yerdə gözləyib gol vurur. Ümid edirəm ki, vura bilməz. Ayda penal mı o? Penal mı o? Hakim, eləmə ginən bu səhvi hakim. Eləmə ginən. Mbappe'dim o. İçinə bəhməz olsun belə oyunun. İçinə bəhməz olsun hə.
Eder Militao qabağa göndərsək Mbappe çox qəşəng gəlirdi və boş. Aman tanrım, aman tanrım. Kevin De Bruyne. Kylian Mbappe. Alexander Arnold. Neynədin? Yəni o top oradan necə gəldi, rəqib geri dönüş elədi. Rəqibin kadrosu mükəmməldir uşaqlar. Yəni bildiniz də, yəni çox mükəmməldir. Dedim də mən Göylə danışanda rəqib saniyəsində mənə qolları cavablayır. Erling Haaland vursa qoldumu qaytardıq şükür. Rəqibin hal-hazırda hücumunu izləyirik. Koulibaly qabaqda heç kim yox idi, ancaq Əssodu topu uzaqlaşdıra bildik. Vini'dən De Bruyne istiqamətində çox qəşəng bizi göndərdi Marsa. Kevin De Bruyne topu çox pis gəlirlər həqiqətən. Alisson Becker. Erling Haaland topu göndərdik. Erling Haaland. Kevin De Bruyne, ayda Mbappe. Bunlar nə qayır belə. Rəqib çox pis gəlir uşaqlar. Birinci hissə bitib, ikinci hissədə kimlər dəyişə bilərik? Salah dəyişə bilərik. Amma dəyişəcək sağcına, solcuna oyuncularımız yoxdur. Ümid edirəm ki, transferləri eləyərəm. İnşallah bu videodan sonra inşallah Valverde transferini eləyəcəm. Siz orada onu gördünüz, amma videosunu çəkib paylaşmamışam. İnşallah Valverde transferini sizlər üçün eləyəcəm. Kanalımı yerləşdirəcəm. Cristiano Ronaldo. Mbappe topu qabağa göndərdi. Dirəynədi. Oradan dirəyə nətər gedər. Allahım, sən məni nələrlə sınağa çəkirsən Allahım. Alexander Arnold. Leo Messi. Rəqib çox qəşəng hücum eləyir həqiqətən. Alisson Becker. Rəqibin iyrənc paslaşmasını izləyirik hal-hazırda. Erling Haaland, Mbappe. Çıx. Rəqibi təbrik eləyirəm. Yəni rəqibi təbrik eləməkdən başqa əlimdən heç nə gəlmir. Kadrosu mükəmməldir. Yəni ona görə də uzatmağa ehtiyac yoxdur uşaqlar. Yəni uzadılası necə deyim, oyun deyil. Çünki bilirsən ki, bu oyunun axırında məğlub olacaqsan. Ona görə də uzatmadan digər oyuna keçid elədim. Biraz oyuncuları da dəyişiklik eləyək. Rodri'ni kimin əvəzində görməyin deyilən, yəni təsəvvür eləyin, ora baxmırsınız. Yəni görmürsünüz o hissəni uşaqlar. Rafinha'nı da ən qabağa qoyaq. Rafinha. Bura qoyduq. İkinci hissədə, yəni oyunda inşallah ki oyuna salacam. Komandamız yaxşıdır, pis deyil. 390.000 qızılımız var. Qalibiyyət serisi hələ ki bir dənədir. Hal-hazırda bağlantı quraşdırılır deyir. Azərbaycan dilində tərcümədə. Oy. Bu nədir belə? Sən nəsən belə? Bu nə kadrodur, aman tanrım. Mbappe, Erling Haaland, Kroos, Neymar, Carvajal görürəm, Szczesny. Əla. Çox gözəl, yəni bildiyiniz mükəmməl. Yəni uduzacaqdım ən yaxşısı elə oyunun buraxılması oldu. Çünki necə deyim, avtomatik olaraq ikinci hissədə çıxacaqdım. Birinci hissədə çıxsaydım oyun bitərdi mənim üçün. Yenidən bir rəqibdən VS-imiz, daha doğrusu oyunumuz başlayır. Guardiola komandası sarıdır. Əla vura bilərik deyə düşünürəm. Muhammed Salah, yəni uda bilsək daha yaxşı olar.
Mbappe, Erling Haaland, Mbappe'den Erling Haaland'a çok qəşəng pas edir. Rəqib bizi yıxır, yıxır. Çox heyif yəni. Mbappe. Rəqibin hələ ki öz tərəfində paslaşması çox qarışıq oynayır, bilmirəm niyə. Hələ pasını oynuyor. Leo Messi topu götürdük. Eder Militao. Qabağa göndərdik Mbappe istiqamətində. Ancaq rəqib yəni sıxıcı oyun göstərir. Eder Militao qabaqda. Erling Haaland, Mbappe. Mkhitaryan. Haydi, haydi eller havaya. Əla gol vurduq indi. Oy, oy, oy. Çok qəşəng gol vurduq uşaqlar. Həqiqətən ləzzət elədi. Rəqib burada bizi yanınıza düşürsə oyunçumuzu yıxdı. Oyunda top getdi, dirəyə dəydi falan. Yəni orada hakim haqlı idi. Çünki topa müdaxilə yox idi. Birbaşa ayağıma müdaxilə etmişlər. Burada da əslində faul var idi. Amma hakim bu dəfə görmədi bizi. Isak. Alexander Isak. Leo Messi. Alexander Arnold'dan qabağa Mbappe. Erling Haaland. Erling Haaland çok heyif. Vitinha. Kevin De Bruyne. Mbappe. Top götür. Gola git. Gola git. Gola git. Gola git. Gola git. Uf, o ne zərbəydi elə. Top yenidən bizdə də uşaqlar Erling Haaland'dan topu qabağa tez göndərdik. Heyf. Julian Alvarez, Isak, Koulibaly. Erling Haaland pas versək, yəni ona zərbə idi elə deyərdim ki, çox əla qol vurduq. Ləzzət elədi həqiqətən. Kylian Mbappe. Qolun təkrarını izlətmədik. Biz o oyunculardan deyilik. Qolun təkrarını izlədək. Sağ olsun. Oyuncularda biraz dəyişiklik eləyir uşaqlar. Yoxulan oyuncularımız çoxalıb. Buradan Fernandes Sukerlə əvəz eləməyi düşünürdüm. Amma ki alınmadı. Yəni Rafinyanı qoymuş olduq. Tələsdim biraz. 45-ci dəqiqə oyun bitir. Muhammed Salah. Ronaldo'dur. Ronaldo'ymuş, üzrü sayın Ronaldo'ymuş. 47. Ronaldo. Alınmır. Robertson. Koulibaly. Ronaldo. 3-cü qolumuz da gəlir. 50-ci dəqiqədə aradakı fərq 3-ə qalxır. Əla oldu həqiqətən. Osman Dembele. Carvajal. Rəqib deyəsən dondu. Erling Haaland 4-cü qola geçsək daha yaxşı olar. Əla. Oyun bitdi. Bu videoda bu qədər uşaqlar. İnşallah gələn nəvəki videolarda qarşınızda olacağım. Allah'a əmanət olun. Gələn nəvəki videolarda görüşmək ümidi ilə. Bay bay. Gülə gülə.